Rəhman və Rəhim olan Allahın adı ilə. Hifz dərsləri. Fatihə surəsinin 6-cı və 7-ci ayələri. Bismillahirrahmanirrahim. İhdi. İhdi yəni yönəlt. İhdi, yönəlt, hidayət et. Nə yəni bizi. Nə biz deməkdir. Yəni bizi yönəlt. Es-sırat yəni yol. Es-sırat yoldur. Amma o ki biz vəsləli əliflə bir sözü digər sözə birləşdirirsə, o söz ona aiddir. Sıratal müstəqim, müstəqim doğru deməkdir. Yəni sıratal müstəqim yəni doğru yola. Bizi doğru yola yönəlt. İhdinəs sıratal müstəqim. Davamında 7-ci ayəmiz var. Sırat dedik ki yol deməkdir. Amma ardıcı vəsləli əlif gəlib yəni birləşir bir sözə. Sıratallezine. Əlləzinə o kəslər deməkdir. Amma sıratallezine o kəslərin yoluna ki ən'amtə. Ən'amtə belə deyək, nimət verdin. Nimət verdin. Ən'amtə aleyhim alə üzərinə him onların. Yəni onların üzərinə nemət verirsən, belə deyək. Yəni ona görə də ikisi bir yerdə tərcümə olunur. İkisi də görürsünüz yaşıl rəngdə qeyd olunub. Nemət verdiyin. Ən'amtə aleyhim. Nemət verdiyin kəslərin yoluna. Yəni İhdinəs sıratal müstəqim dedik 6-cı ayə. 7-ci ayədə bura qədər dedik ki sıratallezine ən'amtə aleyhim. Davam edirik. Gayri. Gayri yəni Azərbaycan dilində qeyri yaxud da yox. Ümumiyyətlə məfahim dərsi keçənlər bilir ki bir sözün içində 2 dənə inkar varsa ya təsdiq cümləsi olur ya da ki o inkarı yəni Gayri sözümüz mesela qeyri kimi də deyə bilərik, yox da deyə bilərik. Lə görürsünüz ikisi qırmızı rənglə çəkib. Lə sözü də inkarı bildirir. Yəni 2 inkar var burada. Əl-məğdubi. Məğdubi burada qadabə sözündən, bu da qadab yəni qəzəb sözündəndir. Yəni dad hərfi keçmişdə z kimi oxunurdu. Necə ki çoxsu indi vələz-zalin deyil, amma halbuki vələd-dalindir. Burada da məğdubi, məğzubi, yəni qəzəb sözündəndir. Qəzəb. Yəni belə də saxlaya bilərsiniz. Əl-məğdubi yəni qəzəbə düçar olmuşlar. Aleyhim də dedi ki, alə üzərinə him onların, yəni onların üzərinə qəzəb var. Yəni qəzəb olunan kəslər. Kimdə gedir bu? Bu iki söz birləşilir. Düzdür, biz demişdik ki, qayri sözündən sonra görürsünüz vəsləli əlif var. Yəni vəsləli əlif sırf bu sözə aiddir. Yəni burada inkar, yəni qəzəbə düçar olmuşların yox. Belə deyə. Ya da deyə də bilərsiniz ki, qəzəbə düçar olmuşlardan qeyri. Belə də demək olar. Amma burada yox desə daha Azərbaycan dilinə düz tərcümə alınır. Vələ, yenə də burada vələ, yəni və, yəni inkar. Sonra davamında dalin. Orada zalin kimi deyilir ama dalin. Yəni bu dal tərəfi zəlalət kimi gedir. Zəlalətdə olan, yəni azmışlar. Burada lədə gördüyünüz kimi vəsləli əlif var, yenə birləşdiririk. Vələd, orada uzatma demişdik ki, belə bir qayda var ki, əgər vəsləli əlifdən əvvəl uzatma gəlirsə, məd hərfi gəlirsə, biz bu zaman uzatmırıq. Elə birləşdiririk. Vələddallin. Yəni 6 hərəkə uzadıb sonra da ləmin təşdidini bildirib və yenə 4 hərəkə uzada bilərik. Yəni tərcümədə burada qəzəbə düçar olmuşların və azmışların yox. Yəni nə yoluna? Ondan əvvəl yoldan söhbət gedirdi, sıratdan söhbət gedirdi. Ona görə də məna olaraq ki bir ayə tamamlanması üçün sıratallezine ən'amtə aleyhim gayril məğdubi aleyhim vələddallin kimi oxunuruq və tərcümədə nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olmuşların və azmışların ya da zəlalətdə olanların yoluna yox. Yəni burada yolu vurğuluyuruq ki daha rahat başa düşək. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.